Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, Allah Qəzzadakı insanlara niye kömək etmir sualına mənim cavabım var. Bu dünya imtihan yeridir. Yani haqq hesab yeri değil. Haqq hesab öbür dünyada olacak. Müsibətlər Allahın sünnətidir. Musa Peyğəmbər dənizdə çarəsiz qaldı. Yusuf Peyğəmbər quyuda çarəsiz qaldı. Məhəmməd Peyğəmbər əleyhissalam Məkkədən qaçmaq məcburiyyətində qaldı və s. Haqq hər zaman anında qalib gəlməz. Zəfərin şərtləri vardır. Sadəcə doğru olmaq bəs eləmir. Tövbə etmək, əxlaqlı olmaq, birlikdə olmaq. Allah belə deyər, Allahın dininə yardım edərsəniz, o da sizə yardım edər. Zəfər gecikirsə, yoxdur demək deyildir. Allah bəzən münafiqləri ortaya çıxartmaq və inananları da göstərmək üçün gecikdirir zəfəri. Gücün ölçüsü fərqlidir. Siz gücü silah və media zənn edərsiniz. Biz isə gücü imtihanda, biz isə gücü imanda görürük. Bir insan dik duraraq ölürsə, bu da bir zəfərdir. Zülm keçicidir. Firon da bitdi, Nəmrud da bitdi, Hitler də bitdi. Heç biri əbədi olmadı. Gerçək zəfər Allahın dəstəyi ilə gəlir nəsillərə. Bu bir imtihandır. Qəzza məğlub olmadı, itirmədi. Düşmən onların imanını qıra bilmədi. Uşaqları hələ də Allahu Əkbər deyir. Anaları cənnətdə görüşərik deyir. Bu sizin anlamayacağınız bir zəfərdir. Allah niyə dərhal ədalət yaratmır? Zalimlər niyə cəzasız qalır? Bu sual çoxlarını narahat edir. Pislik edənlər rahat yaşayır. Yaxşı insanlar isə çətinlik çəkir. İslamda bunun cavabı budur. Dünya ədalət yeri deyil, necə ki bayaq vurğuladım. İmtihan yeridir. Ədalət isə tam forması ilə axirətdə qurulacaq. Quran buyurur, heç kəsə zərrə qədər zülm edilməz. Nisa 40-cı ayədə. Allahın dərhal cəza verməməsi ədalətsizlik deyil. İnsanlara tövbə etmək, dəyişmək və düzəlmək üçün verilmiş bir möhlətdir. Çünki Allah mərhəmətlidir, bağışlayandır. Zalimlər bu dünyada cəzasız görünə bilər, ancaq bu yalnız bir gözləmə müddətidir. Əsl ədalət gecikmir, sadəcə doğru zamanda gəlir. Bu dünyada qaçan axirətdə tutulur. Yaxşı insanın çətinlik çəkməsi isə onun imtihanıdır. Axirətdə daha böyük mükafat çevriləcək. Nəticə belədir. Allahın ədaləti gecikmir, sadəcə öz vaxtında təcəlli edir və heç nə unudulmur.